fikirleşti, dedi bu çölden tapılmış yaralı, bu gurbetten sahipsiz kızın könlünde yaz, hicran gami, dert gami, gurbetlik gami buharalıdır. Qara bəzəklə bir xonça bəzədi və qara vəzir isə könül açan şaxtaran kimi, lalə çiçək kimi bir xon bəzəyib xonları göndərdilər. Belə deyirlər ki, ustad, Pərxanım Alı xanın xonçasını götürdü və bunlar hər ikisi molla çağırdılar, nikah elədilər, evləndilər, yaşamakta olsunlar. Amma günün bir günlərində bunların Allah'ın verməklə iki oğlu oldu. Birinin adı Məhəmməd, birinin adı Əhməd. Məhəmməd böyük, Əhməd kiçik. Bir günləri sənin atan, anan var idi mi deyə Alı xanım kinayəli sözündən Pəri xanım çox narazılıq edib və o gündən özünü lallığa vurdu, danışmadı. Bu böyük dərd oldu Alı xana ki, belə bir şərt elədi, kim Pəri xanımın danışdığını bana xəbərini çatdırsa, onu dünya malından qəni edəcəm. Gün o gün oldu ki, aradan 5-6 ay keçir, Əhməd ilə Məhəmməd, atam deyin, atam var, atam bu alıyı, bu meyveyi bana alıb deyə bunlar hər ikisi ata üstündə bir-birindən cəhd edəndə qurbət elde olanın ürəyində yağ olmaz vətən, vətən. Pəri xanımı ağlamaq tutar və bu yerdə hər şey yadından çıxar, ata, ana deyil, bu balalarına bir laylədir, götürdü görək, balalarına Pəri xanım necə laylə deyəcək, ustad, aşıq aslan necə başlayacaq? Bəli, Bağdad Üveyintinə başlayacaq. Balam Layla, daha canımdan oy sanıram. Balam Layla, Alı xan qapının dalından fikir verir. Bağrım bir şey, bağlamaktan gözüm şişir. Atam anam yadıma düşür, Layla balam, Layla balam. Alı
Pərxan bel qapır qapıyı açıb belə baxan vaxtı Pəri axırıncı sözünü deyirdi. Yaşdan, ürəyim yandı ateşdən, məgər mən yarandım mı qaşdan, balam layla, balam layla. Bəli, Alxan çox sevindi və Pərxanımın arzusu, könlündən keçən qürbətli həsrəti Alxanı da ağlatdı. Bugündən qərar elədi ki, keçavalar hazırlansın, Pərxanın atasının yurduna, yəni Bitlis şəhərinə, Al-Osman ölkəsinin Bitlis şəhərinə, Vandan Bitlis'e gedəsi olsun. Bunu kim gedər, kimə tapşıraq? Qarabazir irəli durdu ki, xan sağ olsun sənin əmlakına, sənin yurduna, yuvana, namusuna, sənin qoşun başçılığına məndən başqa etibar kimin olar? Amma vəzirin könlündə, ürəyində, qanında kin, kifir o vaxtdan yadında qalmışdı ki, bunu mən alacaqdım, Alxan aldı. Bəli, beləcə də keçəvi tapşırdılar vəzirə. Vəzir getməkdə olsun, keçava yola düşdü. Gündüzü gecəyə, geceyi gündüzə qatdılar. Bir maqamda, bir talada, meşənin bir düşərgə yerində bu yanınla gedən qoşun əhli hər tərəfə əmr verdi Qaravəzir ki, çox uzun yol gəlibsiniz. Bu gecə hamı dincələcək, mən özüm Keçaviyə, Pərxanın balalarına, Alxanın balalarına özüm bu gecə keşikçi olacağım. Gecədən bir qədər keçmişdi, deyərlər gecənin ərzəsini Həzrət Süleyman oxuyur, Həzrət Süleyman da hardan tapılar? Qılıcı sıyırır, suyurma qılıc. Pərxanın alaçığına Keçaviyə çəri daxil olur. Dedi ki, bəli, əhdinə peyman, o vaxtı mən səni alacaqdım, Alxan irəli düşdü, xan idi, gücüm çatmadı. İndi gərək mən maxsus, mənim olasa. Çox yalvardı, mümkün eləmədi. Deyirlər, Məhəmmədin qolundan tutdu, dedi, əgər bu iş hasıl olmasa Məhəmmədin başını kəsəcəm. Qəddər özünün yəni arzusuna görə bu boyda xəyanət, çörəyə xəyanət Məhəmmədin qolundan yapışdı ki, Məhəmmədin başını kəssin. O vaxtı Pərxanın bala dediyi bağır ətidir. Başından saçını açıb, örpəyini açıb, saçının barmaqlarını təzgən eləyib. O zülflərindən, saçından tel əvəzinə çəkdi sirəsinin üstünə, görə vəzirə necə yalvaracaq, tərəfindən ərz eləyək. Götürüb, yanıq kərəmə Ustad Aslan başlayıb, görə nə deyəcək. Dedi Qaravəzir, ey sən Allah'ı seversən. Qaravəzir
Şəfəl, sən mənim sözümə baxmayın, nə deyirsən? Eşitdiyini deyirəm, Qara vəzir, bir Allahı sevərsən, Allahdan böyük kimdir? Öldürmə balamı, aman günüdür. Öldürərsən, bana zulüm edərsən, öldürmə balamın, aman günüdür. Dedi, yox, yox. Elə şey yoxdur, bıçağı Məhəmmədin boğazına çəkən vaxtdır. Dedi, ay vəzir, Allaha bax, əl saxla, birini də deyim, aldı görək Usta Rəhmət. Kəməndatdı ömrüm köşkünə, bu dünyada həsrət qoydu 5 günə, adı bəlli Məhəmmədin eşqinə, öldürmə balamı, aman günüdür, Dedə Şəfəl. Nə deyirsən? Şahlar itilənməyə, qılınc ağzı iti olub, şahların başını kəsməkdə olsun, görək Usta Rəhmət nə deyir? Vəzir, sən ki, mənim uşaqlarımı bugünə saldın, Allah təbərraki talada sənin axırını yoxa çıx. İndi mən səndən baş bir eləməkdən başqa mənim ərəcim yox. Ne eləməliyəm? İndi qadın xaliyağım, ixtər bir eşiyə çıxım, içəri qaydım. Dedi, ay Şəfəl, qaçarsan, dedi, yox, yox, qaçmarım. Heç qaçası deyiləm. Ölkən deyirlər, uzun ölkən o vaxtı ölmüş, Pərinin belinə möhkəm bağlı dedi, get. Pəri xanım eşiyə çıxan kimi ölkəni çıxardıb, bir kömüyə bağlayıb, öz oradan tərpəndi. Allah göstərməsin, gecə qaranlıq, ayın ışığı batıb, yıldızlar görünmür, soyuğun hava Pəri tərpəndinə tərpəndi. Gəl, gördü ki, bir yerdə balaca, haşa yüzdən, haşa məclisdən kəlif səsləri gəlir, kəlif səslərinə doğru yürüməyə başladı. Gəl, kəliflər tökülən vaxtı bir oğlan özünü yetirdi. Vaxtı gördü bir qadın xaylağıdır alt paltarında. Bacı, sana nə olub, sana qurban olub, bu nə işdir? İtlər ərizini bir yana aldıb, Pərinin qolundan tutub, gətirdi öz kömasına. Qardaş, sana axirət günü qardaş deyirəm, bugün də qardaş deyirəm, İllac elə mənə qardaş deyən yalvarmağa başladı. Sabahlarınız xeyri açılsın, dedi sən burada dur, mən gedib anamı gətirəcəm, səni ömüzə aparsın, sən axirət dünya mənim bacımsan. Bu gedəndən sonra Pəri xanım nə qayrar, çobanın çupasını geyinər, papağını başına qoyar, qoyunun bir suluğunu üzünə belə kesilər, gözlərini belə dələr. Bir ağzı, bir gözləri görür, tərpənər Pəri. Keçinin buynuzuna yazıq kesilir, deyirlər ki, o vaxt kağız har dilinə yazırdı. Padişah balaları, padişah qadınları həməşə üzündə kağız gəzdirərdi, qələm gəzdirərdi. Yazıq deyir ki, sana qurban olum ay budaq qardaş, harada görsən Arıxana dey, gəlsin, deyir tərpəndi. Pəri xanım, belə tərpənməkdə olsun, sizə kimdən xabar verək? Qara vəzirdən. Qara vəzirin öyle yıxılsın, gözləri gördü, gəlmir. 80 nəfər leşkər qalıqdılar ki, Pəri hanı? Pəri yoxdur, haramlar beycə. Pərinin uşaqlarını öldürüb özünü də aparıb. Yüzü qara,
geri qayıtdılar, ustad dili yüreğiyorlar. Burada gelip, əhvalatı vəzir, Alıxana söyləyəndə Alıxanın nə rəngdə olardı, başına döyməyə başladı, mənim yolum qara olsun. Vəzir tez ol, geyin, geyindilər, atlandılar vəzirlə, Alıxan, Pərxanını gəzməyə, yolda görək getdikləri yerdə. Alıxan, vəzirə nə deyir, biz deyək, siz şad olun inşallah, Ustad Əhməd başlasın, bina gərəliyə. İşim mənim, ayrı düşdüm Pərxandan, qol qaldı başım mənim. Alıxanın kim eşidir? Allah'tan başqa eşidən yoxdur. Götür baxır bəndini görək nədir? Eylədi nəzir, yaravan üstümlə gəzir, boynun sınsın, qara vəzir itirdin sirdaşım mənim. Bunlar gəlib, çovana rast gəldilər. Çovana rast gəlib, dərdlərini danışmaqda olsunlar, sizə kimdən xəbər? Pərxanımdan. Gəl, gəl, gəldi gördü bir körpüdür, körpüdən bircə yoldur. Yolda dayandı, hansı səmtə getdiyini bilmir, bitiləsə doğru gedəsidir. Gördü ki, ocaq sönüzdür. Vəzirgənlər təzə giriblər buradan. Bir məktub yazdı. Məktubu tüküb, daşları, ocaq daşlarını birini oraya qoydu, birini ana tökdü, birini bana tulladı, birinin altına qoydu. Niyə görə elələrdi? Çünki bu daşı götürəcəklər. Burada qoysa, ola bilsin ki, altında qalayım. O daşı götürən vaxtı, ocağa yaxınlaşanda kağız altdan çıxacaq. Elili yola düşdü Pərxanım. Gəl, gəlib Bitlis şəhərinə çatıb, atasının həyatına gələn vaxtı atası
çok zor kəniflər saxlayırdı. Haşaydığımızdan Türk'ün qaydasıdır, özünə qarur it saxlayar. İtlər çox zor itlər idi. Heç bir kuşdan başqa qapıya bir kəsi buraxmazdılar. Ancaq Pəri xanım astanadan içəri girəndə itlər buna şırvanışmağa başladı. Pəri xanım başladılar itlər yalamağa. Pəri xanım kişi libasındadır. Başı örtülü, saç örtülü, üz örtülü, üzündə, qoyunun tuluğu üzündə quruyub tanınmır. Kirpas içində Pəri gəldi başını qoydu məscidin astanasına. Hardan ki bunun qardaşı tapdıq yığvalı qara tapılıb, həmən astanaya qoyub yatmağa başladı. İtlər də bunun dörd yanına belə döyüşənib, itlər də başladılar yatmağa. Tapdıq belə gələndə gördük, bir qərib adam yatır, itlər buna dəymirlər. Geri yanından bir təpi yandan qoydu, belə falan, haralısan, sən kimsən, cindarsan, nəsən? Nə oldu səni bu itlər dağıtmadı? Onadan hac təyyada işə çıxdı, dedi, bala, bura hac evidir, 7 dəfə mən haca getmişəm, hələ mənim dilimdən bir şəxs inciməyib. Sən nə dərə olsan, dedi, buna müsafirə ilə baxırsa. Axı, müsafir Allaha müsafiri. Bəli, doğru buyurursan Allah'ım. Nə istəyirsən? Pəri xanım qalxıb gözünü belə, oğul adın nə dedi Əhməddir. Oğul haralsan, dedi, çıldırdanam. Və nə edirsən, dedi, möhtəcəm, dedi. Qazına, tövmə, cücəmə baxaram, mən burada çörəkdən zatdan, sürxəyin qalığından dolanaram. Oğul, laf yaxşı olar, dedi. Ata baxarsan, mala baxarsan, niyə qırıq-qırıq yeyirsən, çörəyimin laf ortasında olar. Geç, taxtır öz işinin dalında geçsin, Pəri xanım Əhməd adından burada qalmaqda olsun, sizə kimdən xəbər verək? Alıxandan Dəvrişdə, Alıxandan Qara vəzirdə. Budaq çolanda məktubu bunlara verdi, harada görsən Alıxana de gəlsin, məktubu oxuyanda deyək, bunu Pəri yazdı. Körpünün üstə gələndə gördü vəzir gəlinə bir məktubu onun əlinə verir, bu bunun əlinə. Qardaş, bu nə dedi, bu kağını buradan tapmışıq. Baxanda gördü, bax, nə tər yazıb. Selam olmaz mı? Borçalının ən ağır havası bu havanın adını Mansırı deyirlər. Götürdü Pəri xanım Mansır üstündə. Gedən bəzirgənlər gələn xocalar, buna məni Alıxana getirin. Öyməyikdə ay qaranlıq gecələr, buna məni Alıxana getirin və götürür ikinci bəndini. Nə mani yazanın şuxdu qələmi, İmranlı dilləri xoşdu kəlamı.
Kırdı evlatlarını gürve haramı. Bu naman ağlıhana yetirin, götür birini de. Biri Loğman, biri həkim, biri siz. Öz adım Pəridir, məkanım Bitlis, bu namanı Ağlıxana yetirin. Ağlıxan namanı götürdü, ay qardaş, bu namanı yazan Ceylan necə oldu? Dedi vallah, bəziryandı da, nama bana nəgah yerdən duş oldu. Tərpəndilər, Nəsran xanımın qonağı oldular. Nəsran xanım nə qədər minnət elədi, ay Aldəvrişkə, məni al, getmə bizim ellərdən, dedi yox. Mənim öz sevgilim var, öz nikahım var, qeyri nikah mənə deyil, Allah daladan mənə haram olar. Mən pəriyi satsam. Deyib tərpəndi, Nəsran xanım gel yanından ağlaya-ağlaya qaldı. Bazarda gəzirlər. Ya Rəbb, məni ayırma Şahin Şahvəlidən, Ya Rəbb, məni dür eyləmə evladı Əlidən, deyə qəsidə oxuyurlar. Füzulinin qəsidələrindən oxuyurlar, Yunus İmirənin qəsidələrindən oxuyurlar. Bağırları başını dəlirlər, ağlamayan gözləri ağladırlar, Allah göstərməsin. Qara vəzirdir, budaq çoğandı, Ağlıxanın özüdür. Ancaq üçü də ikisi dəvriş libasında, çoğan öz libasındadır. Sizə kimdən xəbər verin? Səyyad Hacı dedi ki, oğul Əhməd, get böyük bir bazarlıq elə. Bazarda dolan, öyə ayını oynar qəti ilə. Zəmbilini götürüb Əhməd bazara getdi, hərlənən vaxtı gördü, bax. Ağlıxan qara vəzirdə yanında, budaq çoğanda burada, qəsidə oxuyurlar. Yanaşdı bunlara salam verdi, dedi sizə qurban olun dəvriş babalar. Axı bizim el ədət var, hacı evinə gələrlər, meşidə gələrlər, siz niyə bu bazarda durursunuz? Belə gözəl qəzəl xanlar, qəsidə oxuyanlar, bizim öydə Hacı Səyyadın öyündə sizə yer var. Dedi, o haradadır ki? Dedi, mənim arxamdan gəlin. Ancaq bir yarım saat məndən sonra qapıdan içəri girərsiniz. Axşamınız, sabahınız xeyri açılsın, axşam tərəfi idi. Əhməd zəmbilini yerə qoyub, içəri atlayan vaxtı darvaza döyüldü, baxdılar ki, 3 nəfərdir. İkisi dəvrişdir, biri də nə çobanlığı bilir, nə biri ayrılığı bilir, bir ümumca insandır. Qəsidə başladılar oxumağa, Allahın adını, Peyğəmbərin adını, imamlar adını çəkdilər, kim qonaq almaz? Üçü də buyurdular içəri. Gecənin bir vaxtı idi, söhbət olub, çörək yeyilib, ağınla, bağınla söz gəlir. Ağlıxan dedi ki, Hacı Səyyad baba, mən büyük bir aşıq gördüm, yaman söz oxuyurdu, nətər oxuyurdu, dil ayrılıqdan oxuyurdu.
Əhməd anla qalıb dedi, Dəbriş baba, bu mahnıyı mən bilirəm. Dedi, nətər bilirsən? Dedi, bilirəm da. Bizim üçün oxuya bilərsən, dedi, oxuyaram. Tapdıq dedi, yerin dölüylə dərənin gəlməsi. Sən ne bilirsən mahnıyı? Dedi, yox, Hacı İxtiyar versə oxuyaram. Götürüb görək burada Quba Kərəmə nə deyəcək? Biz deyək, siz şad olun. Həməşə keyfləriniz yaxşı olsun inşallah. Məclislərinizdə aşıq ərlənsin. Əhməd bir o yana baxdı, bir bu yana baxdı, gördü ki, bə. Alxanın qarnına qanlar damıqdı. Qara vəzirdə bir merinin tər otduğunu, durduğunu, ancaq çobanın gözü ana bana baxır, görək bura haradır, bu nə olacaq bu işin axırı. Aldı görək Əhməd Sərxanım nə deyir. Aman ayrılıq deyirlər, dünyada ölüm çətindir, ölümdən də betəriymiş yaman ayrılıq. Səhrada qaldılar neçə pərvərlər, neçə pəhlivanlar, neçə sərvərlər, neçə yerdə soldu lənlə gövhərlər. Heç oldu mu onu qanan ayrılıq, götürür birini də. Günü-gündən dərdim olur ziyada, hərdən bir küs balam düşəndə ya da başımdan ayrılır duman ayrılıq. Alıxan Əhmədin üzünə baxdı, Qara vəzir başını yerə tikdi, çoban başladı ki, qardaş bir də oxu ona sana dedi, yox, yox, daha bəs
Sabahlarınız xeyirli qaçılsın, inşallah sabah oxuyar. Sabahlar xeyirli qaçılsın, doğrudan da sabah açıldı. Sabah nöharını elədilər, cəmləşdilər, yığıldılar içəri. Ancaq Alı xan gözündən dünyada vəziri buraxmır. Çoğana da tapşırıq ki, olmaya bilməyər, bu adam bir yana qaçsın. Hacı Səyyad dedi, oğul Əhməd, sən axşam mənim yaralarımı təzələdin, gözəl söz oxudun. İndi də oxuya bilərsən. Bəli, əfəndim, oxuyaram dedi, bu şərtlərlə. Eşdən içəri girəni buraxasınız, içəridən eşyə çıxanı buraxmayasınız. Çoğun qalıqdı, düz qapıda durdu. Eni eninə, uzun-uzununa düz qapıyı beləcə kəsdi. Dedi, baş. O vaxtı Əhməd dedi, qardaş, mən qımqımı ilə oxuyacağım. Mənim oxumağım xoşumuza gəlməsə də, xahiş edirəm axırasan qulaq asın. Alxanın adı burada şəkildiyi kimi mat qaldı, usta qalıbdı. Ay oğlan, nə dedin? Nədən belə təğyir libası olubsan? Görcəyi tanıdım, ayalı dəvriş. Min kəlmiyə bircə cavab verirdim. Mən yaxşı, indi qapı-qapı ayalı dəvriş. Nə yaxşı sən belə dilənirsən, bu nə deməkdir? Tez onda qulaq as verin də deyim. Sən nə dedin, hə? O zaman ki, çıxdıq İraq-Əvandan, qürbət illərdə mən oldum canına, halımı xavar alı duran çobandan, o bilir hər işə əhvalı dəvriş bıy. Ay çoban, sən nə bilirsən? Çoban belə dedi ki, mən çox şey bilirəm, dedim, eşitmədin. Başımı qoydum astanada, daşada,
etmeden olmadı, gözümden akan yaşa da. Ben de gördüm bir karanlık meşede o seni tirdiğin maralı devriş. He ben kimi itirmişim sen ne bilirsen. Dedi kulağına saat diyeceğim. Zalim felək məni yaman dindirdi. Dindiriflə axırı ki güldürdü. Bax o duran vəzir üç doğrunu öldürdü. Mərd iyirsənsə qana qanalı dəvriş deyəndə. Vəzir, sən kimsən? Vəzir qalxma aslında çoban dedi ki otur yerində. Sən kimsən? Dedi qulaq as gör mən kiməm.